İstəyirəm bir məsələyə də toxunam ki, Qur'an-ı Kərim bizlərə buyurur ki, həccə ki getdin, həcdə bəraət deyilər. Müşriklərə etiraz, müşriklərə, zalimlərə etiraz etmək hər bir müminin, müsəlmanın borcudur. Özünüz də bildiniz, mətbuatda da qeyd olundu. 3-4 gün bundan qabaq tanınmış alimlərdən ki, orada bir növ yazdı və necə deyirlər, İranlı idi, göndərdi ki, hər kəs Antalya'ya getmək istəyirsə getməsin. Gəlsin elə bu Məkkədə, Mədinədə hər şey var. Qumar da var, ondan sonra konsert da var, hər bir fəsad hamısı var. Daha Antalya'ya getməyə ehtiyac yoxdur, gəlsin elə bura. Görsən, onun səhərsi gün gəlib polis gəldi, onu həbs elədi və Xarici İşlər Nazirlərinə tapşırıq verdilər ki, daha 85 min İranlıya viza verilməyəcək və Məkkəyə gəlməsinlər. Bu, heç bir İslam qanunlarına uyğun gəlməyən bir məsələdir. Allah evində insan bir həqiqəti söyləyir, ona görə də 10 minlərlə insanın sən Məkkəyə gəlib ziyarət eləməsinin qabağını alırsan. Bu hansı İslamdır? Özünüz görmüsünüz. Bir il bundan qabaq təxminən Kəbənin maketini qurdular Səudiyyə Ərəbistanında və qəribdən gələn lüt pozğunlar çıxıb həmin o Kəbənin maketinin üstündə Səudiyyə Ərəbistanında rəqs edirdilər, oynayırdılar, oxuyurdular. Səudiyyə Ərəbistanının o ehtiramlı ayları ki, bugünkü gündədir, yenə də hələm o fəsad qumarxanalar işləyir Mədinədə və Məkkədə. Bu artıq nə deməkdir? Bu artıq həmin o yerdə fitnə fəsad, artıq İslama hörmətsizlik və hətta özü də görürsünüz ki, bir çox məsələlərdə, hətta Kəbənin özündə bir vaxtı Kəbənin ki, gəlirdin, qucaqlayırdın, öpürdün, vururdular. Onu bir ara tərk etmişdilər. Amma indi Peyğəmbər əleyhissalamı gəlirsən, ziyarət edirsən, Həzrət Peyğəmbər əleyhissalamı ziyarət edib, o Həzrətin dəmir, necə deyirlər, məzarında olanları ziyarət edib öpəndə səni gəlir, nə edir? Səni itələyir, səni vurur. Yəni bu vəziyyətdədir həcc bu günləri.